Rusiya əleyhinə üsyanlar. 19-cu əsrdə bilirsiniz ki, əvvəllərində bir növ belə deyək də, Rusiya Azərbaycanda komendant idarə üsulu yaradılmışdı. Komendant idarə üsulu öz başına bir idarə üsuluydu. Yəni öz başlanılığı şərait yaradacaq bir idarə üsuluydu. Və bu təbii ki, Azərbaycanın xalqının bir növ belə deyək də, alışıb olmadığı bir üsuluydu. Və bunun nəticəsi olaraq Azərbaycanda Rusiya əleyhinə üsyanların başlanması prosesi olacaq. Bu üsyanların başlanmasının bir növ səbəbləri var. Bu səbəbləri birinci deyək. Siyasi səbəblər deyəndə konkret olaraq deyirsiniz ki, komendantların öz başınalıqları, yerli bəy vağaların öz başınalıqları, iqtisadi səbəb deyəndə vergilərin qaldırılması, sosial səbəb deyəndə isə bir növ köçürmə siyasəti, insanların öz torpaqlarından məhrum olması və feodalların da, bəzi feodalların da, Ruslara müqavimət göstərən feodalların da öz torpaqlarından məhrum olması olacaqdı. Üsyanlar başlayacaq, Rusiya əleyhinə üsyanlar 19-cu əsrin 30-cu illərində olacaq. 30-cu illərdə birinci 1830-da Çar Balakən, 1831 Lənkəran, 1837 Quba üsyanı, bir də 1838-ci ildə Şəki üsyanı olacaqdı. Çar Balakən üsyanı nə idi? Çar Balakəni Azərbaycanın digər bölgələrindən fərqləndirən cəhət olaraq deyirsiniz ki, daxili müstəqilliğini qoruyub saxlamışdı və muxtariyyət idi. Lakin Rusiya artıq digər xalqlar ləğv elədiyi kimi Çar Balakəni də ləğvinə çalışırdı. Və 1830-da xəracın verilməsinin, yəni ipəyin verilməsini gecikdirdikləri üçün və xəzinəyə vergi borcu olduğunu bəhanə ilə Rusiya 30-da bura qoşun yeridəcəkdi. Rus qoşunlar gələcəkdi. Rus qoşunların Çar Balakəni gəlməsi və burada müvəqqəti idarə edilməsi, müvəqqəti idarə Şəki və Təbrizlə oxşayacaqdır. Çarlıların xoşuna gəlməyəcək. Çünki müvəqqəti idarə 3 nəfər Rus məmuruydu, 6 nəfər isə yerli feodaldır. Lakin yerli feodalların heç də bir növ Çarlılar içərisində seçilmişdi. Ondan da bir növ səs hüququ yox idi. Və Çar Balakən cəmaatı Şeyx Şabanla Həmzət bəyin rəhbərliyi altında 1830-da üsyan qaldıracaqdı. Lakin 30 ilə Qanıq döyüşündə Ruslar belə deyək də qələbə qazanacaqdı və üsyanı məğlub eləyəcəkdilər və yatıracaqdılar. Çar Balakən üsyanının ikinci, daha doğrusu Çar Balakən qoşun yeridilməsi ikinci əsas səbəbi də Çar Balakənlilərin Dağıstan xalqlara dəstək verməsidir bu üsyanlar zamanı Dağlıq xalqlarına. 31 Lənkəran üsyanı, bu üsyan birbaşa bir növ belə deyək də Mirəsən xanın rəhbərliyi altında baş verəcəkdi. Mirəsən xanın rəhbərliyi altında baş vermişdi. Mirəsən xan bilirsiniz də 2-ci Rus-Qacar müharibəsi ərəfəsində xanlıq idarə üsulunu ləğv eləmişdi və Qacarlara qaçmışdı. 31-ci ildə cəmaət bunu çağırır ki, gəl bəs Rus məmurları öz başına görə biz üsyan qaldıraq və ayrılaq. Lakin 31-də Lənkəran xan Mirəsən xan gəlsə də üsyan uğursuzluqla nəticələnəcək və məğlub olacaq. 30-cu ildə üsyanların içərisində ən güclü üsyan Quba üsyanıdır. Qubada bu dövrdə vəziyyət çox gərgin idi. Bunun gərgin olma səbəbi Qubada digərlərindən fərqli olaraq iltisam sistemi çox sərtdir. İltisam sistemi çox sərt idi. İltisam sistemini videoda izah eləmişəm, yəni icarə sistemi deməkdir. Bir növ belə deyək də, icarə sistemi olacaqdı iltisam sistemi. Və Quba cəmaatı komendantını öz başına bezmişdi. 1837-ci ildə Varşavada atlı alayların toplanması zamanı əhali ayağa qalxacaqdı və Rusiyadan bir neçə tələbə irəli sürəcəkdi. Bu tələbə nələrdir? Komendant istefa versin, yerlilərdə ədalət bərqərar edilsin və özbaşına son qoyulsun. Bu vaxt Rusiya Dağlıq haqqında mübarizə apardığı üçün bu məsələyə biraz loyal yanaşacaq. Yəni bu məsələnin həllinə yanaşacaq ki, üsyan qalxmasın, çünki ikinci bir cəbhə açılmasına ehtiyac yoxdur. Amma görülən tədbirlərin gecikdirilməsi Quba cəmaatını bezdirəcəkdi və üsyan qaldıracaqdı. 37-ci də Quba üsyanı zamanı hərbi şura yaradılacaqdı. Hərbi şura yaradılır. 12.000 nəfərə yaxın üsyan dəstələrinin sayı olacaqdı. Lakin üsyana əlavə qüvvələr gətirməklə Quba üsyanını da yatıracaqdılar. 38 Quba üsyanı isə Hacı Məhəmməd rəhbərliyi edəcək. 38 üsyanı Şəkidə baş verəcəkdi. Məşədi Məhəmmədin rəhbərliyi altında olacaqdı. Bu üsyanda yatırılacaq. Üsyanlar içərisində Dağlıq xalqlardan və yaxud da Şeyx Şamildən birbaşa dəstək alan üsyan Quba üsyanı olacaq. Yadınızda saxlayın. Üsyanlar içərisində. Və ən güclü üsyan da Quba üsyanı sayılacaqdır. Elə Rusiyanın bir növ belə deyək də, bir növ qorxudan Qafqazda üsyan Quba üsyanı sayılacaq. Üsyanların məğlub olma səbəbi standartdır. Yerli xarakter daşıması, qüvvələr nisbəti, bir-biri ilə belə deyək də, həmfikir olmamaları və Rusiyanın daha güclü olmasıdır. Lakin üsyan yatırıldıqdan sonra
Rusiya dövləti Azərbaycanda inzibati idarəetmə sistemi dəyişmək məcburiyyətində qalacaqdı və komitə dövrünü ləğv edəcəkdi ki, bunun gəlində keçəcək. Bu tipli xüsusiyyətinə görə, yəni üsyan yatırıldıqdan sonra və yaxud da məğlub olmasına baxmayaraq dəyişiklik eləməsi sipahiyyə oxşar cəhət eləyəcək. Elə müstəmləkə əleyhinə üsyanın baş verməsi 19-cu əsrin 50-ci illər Hindistandan, 30-cu illər Azərbaycan oxşar cəhət eləyəcək. Rusiya əleyhinə Azərbaycanda üsyanların baş verməsini dedikdə 1724 Salyan üsyanını verirsiniz, 1804 Carbalakan üsyanını verirsiniz, 1826 hətta 1804 Carbalakan, Gürcüstan və yenə belə deyək Carbalakan üsyanlarını verəcəksiniz. 1826-cı ildə, 1826-da Gəncədə, Şəkidə, Lənkəranda üsyanları verirsiniz. 1806-cı ildə Şəkidə üsyan verirsiniz. 1810-cu ildə Qubada üsyan verirsiniz. Məsələn, Quba üsyanları 1810-dan 37 oxşar cəhətdir. 1806 Şəki ilə 1838 üsyanı oxşar cəhətdir. Yəni bu tipli oxşar cəhətdir. Carbalakan üsyanı 1830, 1804 üsyanlarla da oxşar cəhət kimi verəcəksiniz. Yəni bu tipli oxşarlıqları verəcəksiniz ki, ruslar əleyhinə üsyanların baş verməsi. Oldu? Bu da sizin dərsinizdir.